Göyərtini necə uzun müddət saxlaya bilərik? Demək, göyərtimiz var, yuyulub, biraz suyu çəkilib və bunun bir qismini doğramırıq, digər qismini isə doğrayırıq. Və həftələrlə bu üsulla etsəniz, həftələrlə saxlaya bilərsiniz göyərtini. Başlayaq. Əvvəlcə bizə lazım olan qədər göyərtini götürürük, doğrayırıq. Bu arada göyərti mövsümüdür. Göyərti sevənlər üçün çox pratik bir üsuldur. Çox adam göyərtini bütöv şəkildə saxlayır. Nə məskiyə bükür saxlayır, amma nə məskidə də bəlli bir müddətdən sonra saralır, xarab olur. Bəzi göyərtilər ümumiyyətlə saxlaya bilmirlər. Amma bizim bu üsulla biz göyərtini doğrayırıq. Tərli, təravətli qalacaq həftələrlə və siz salatlara, üstünə limon da sıxıb yaxşı yeyə bilərsiniz. Yeməklərə tökə bilərsiniz. Bəziləri bunu doğrayıb buzxanaya saxlayır, lazım olanda çıxardır. Amma buzxanada saxlanılan göyərti əvvəlki kimi belə təravətli olmur. Saxlama qabına salfetdən götürürük, altına sərdik və doğradığımız göyərtiləri bunun üstünə tökürük. Və doğradığım göyərtinin içərisinə bir paket çay atıram, ağzını bağlayıram və əmin olun ki, bu üsulla həftələrlə siz təravətli, elə bir bu dəqiqəyi dərib yığmısınız, yumursuz, həm qoxulu, həm də çox ləzzətli göyərtiləri saxlamış olursunuz. İllərdir bunu edirəm, illərdir. Bir qismini doğradım, bir qismini də eyni qaydada yığıram. Bir göyərti israfa getmir də bu üsulla. Yenə eyni qaydada. İndi yazarsınız ki, cəmaət içməyə çay tapmır, göyərtinin içinə qoyacaq. Yazın. Ağzını bağlayırıq. İkisi də getdi soyuducuya. Buzxanaya yox, aşağı soyuducuya. Bəs siz hansı fərqli üsulları bilirsiniz? Yazın, biz də sizdən öyrənək.